Ermənistan Tramp yolu layihəsinin icrasına 2026-cı ilin ikinci yarısında başlamağı planlaşdırır. Yenavaz.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən iclasda deyib. Paşinyan bildirib ki, bu ilin sonuna qədər layihənin bütün detalları müzakirə olunmalı, 2026-cı ilin birinci yarısında tam plan kağız üzərində təqdim edilməlidir. Stat: "Amma mən hələ heç nə demək istəmədim. Çünki belə planlar çox vaxt qrafikdən kənara çıxır. Biz hər şeyi edəcəyik ki, son tarixlərə əməl olunsun." Statın sonu. Paşinyanın sözlərinə görə yeni dəmir yolu Sovet dövründən qalan marşrut əsasında inşa olunacaq. Çünki alternativ marşrutların reallaşması qeyri-mümkündür. Baş nazir əlavə edib ki, qaz kəməri və elektrik xətləri layihədən xeyli şimalda yerləşəcək. Stat: "Hələlik bu xətlərin Sunikdə qalacağı yoxsa Vayodstuzor bölgəsindən keçəcəyi dəqiqləşməyib. Xəritədə hər şey sadə görünür, lakin ərazi şəraiti öz tələblərini diktə edir." Statın sonu. O qeyd edib ki, şərq-qərb yolları şimal-cənub layihəsinə inteqrasiya olunacaq, lakin variantlar hələ müzakirə mərhələsindədir. Paşinyan həmçinin sosial mediada Ermənistan cəmiyyətinin Bakının Tramp yolunun Azərbaycana sərfəli şərtlərlə işləyəcəyi barədə iddialarına da cavab verib. Stat: "Biz demirik ki, şərtlər qəbul edilməz olsun. Biz məqbul şərtlərlə bağlı sənəd imzaladıq. Bunlar Vaşinqton sənədində Ermənistan və Azərbaycan liderlərinin imzaladığı sənədlərdir." Statın sonu.